Təranə sizə gələndə deyəydin ki, yo, gizdin. Bilirsən də kimi deyirəm, əmi dediyin adamın sözü ilə, sözləri ilə. Başladın başqa şeylər danışmağa. Küsmüşdün. Az gətirib brilliant braslətimi də qaytaraydın da. Gətirərdim, 5000 dollar verdim, sənin qoluna brilliant braslet aldım, verdim. Gizlədirsiniz ki, heç kəs bilməsin. Ayamandı, qoy hamı elə bilsin ki, bunlar Təranənin qəbulu. Niyə qəbul eləməmişsiniz ki? Musanın anası da gəlib mənim evimdə oturub çörək yeyib. Mən də getmişəm Musanın rayonda evində oturmuşam, çörək yemişəm, oturmuşam da. Xonça da tutub gətirib bağım. Hə, ay sağ ol, bu da mənim evimdə işləyən arvaddır, görürsünüz? Deyir ki, xonça tutub, gəlib bağa. Bəli, xonça da tutub gəlib bağa. Təranə bu şeyləri demir, çünki mənə lazım deyil. Mənə lazım deyil bu şeylər. Mən bunları işıqlandırım, mən bunları deyim. Hamı yazır, seni qəbul eləmədilər, az mən qəbul eləməmişəm. Mənə lazım deyil heç kim. Başa düşürsünüz? Heç kim mənə lazım deyil. Oturun yerinizdə. Oturun yerinizdə ha. Mənim dəli başımı qızdırmayın. Açaram sandığı, tökərəm pambığı. Bilirsiniz. Bilənlər bilir mən nə deyirəm. Bu dəqiqə hamısı oturub baxırlar. Gedirsiniz, padruqanda başa düşürəm. O biri tərəf padruqanda, bu biri tərəf padruqanda, sağın solun padruqanda hamısı. Başa düşürəm. Gündə danışırsan, məlumatları sənə ötürürlər. Ötürsünlər, ay bala adınızı çəkmirəm. Heç Qumral yenə deyirəm, o mahnını Qumral oxuyanı mən bilmirdim onu oxuyub. Gördünüz, baxın efirə, bizim üzümüzün mimikasından, yəni mənim narazıçılığım var idi orada.